Zaman maşını nəyə lazımdır? İtirdiklərimi bərpa eləmək üçün. Və insan yaşa dolduqca, məsələn, mən yaman avtobiografiya oxuyanam. İtirdiyin əzizlərini harda görə bilərsən? Ancaq kafanda, yaddaşında. İnsan yaşa dolduqca itirdiyi əzizləri haqqında, dünyadan keçən əzizləri haqqında çox danışır. Məsələn, Robinson rolunda çəkilən Paolo Villaggio var idi, aktyor. Teatrdan gəlmə aktyorlar hamısı güclü olur, profesional olur. O yaşdaşanda getmişdi, doğulub boya başa çatdığı şəhərdə yaşayırdı. Orada adi provansal bir tiyatroda teatrlarla çıxış eləyirdi. Daha çox monoloqlarla öz dünyadan köçənləri haqqında danışmaqla. Yəni biz əzizlərimizi harda canlandıra bilərik? Ancaq xatirələrimizdə. Xatirələrimizi danışanda, ətraflı danışanda, canlandıranda epizodları ilə, xırdalıqları ilə bu rəsm çəkməyə bənzəyir. Bu barədə danışmayacağım. Birinci kursdan hələ işləmişəm. Əvvəldən elektrikdən filan başım çıxırdı da, ixtisasım da radiotexnika idi. Futbol çempionatı gedirdi. Futbol çempionatı olduğuna indi yadıma düşdü. Futbol çempionatı gedirdi və mən Ağa Nemətullaya dostum gildə gedim ki, televizorda Opşitildə televizoruna gəzir. Gedim orada baxım, Opşitiyan ışıqları söndü. Uşaqlar xahiş elədi ki, sən bax işiti düzəlt və burada səhlənkarlıq söhbəti. Mən bir tərəfi qoşdum, bir faza qoşdum, bir tərəfin ışıqları yandı. Digər tərəfdə akazvitsa faza var imiş. Babam, qoşdum ora, gözlərim, əlim yandı. Bilirsiniz, kasıbçılıq adama öyrədir ki, dərdimi heç kimə deməməkdə. 3-cü dərəcəli yanıq, Opşitil kravatında uzadıblar. Gözümü aça bilmirəm. Sabah da ad günümdür. Səhər anamın səsinə ayıldım. Əvvəl elə bildim ki, glütsinasiyadır. Anam durub salyandan gəlib yasamala və heç bir zəng oram, heç telefonum filan da yox idi ki, zəng eləyim. Yəni, ana ilə övlad arasında bağlılıq var. Yeganə iki canlı arasında olan telepatik bağlılıq ana və övladdır.